İftarda hazırlaya biləcəyiniz bol tərəvəzli, bol vitaminli salat reseptini sizlərlə bölüşəcəm. İlk olaraq sidilmiş tavaya azca duru yağ əlavə edib, gürodda ətləri qovurmaqla işə başlayırıq. Üzərinə bir diş sarımsaq, qara toz bibər və duz əlavə edirik. Doğradığımız rəngli bibərləri və 2 xörək qaşığı soya sosunu əlavə edib, gürodda qovurmağa davam edirik. Ən sonda ağ küncüt əlavə edib ocaqdan düşürürük. Mayonezli salatlardan siz də bezmişsinizsə, buyurun siz də hazırlayın. Çox dadlı, çox ləzzətli olur. Başqa bir qab götürüb, içərisinə bütün tərəvəzləri və bişirdiyimiz ətli bibər qarışımını əlavə edib, üzərinə limon sıxıb, yaxşıca qarışdırırıq. Servis edərkən üzərinə ağ küncüt əlavə edə bilərsiniz. Buyurun siz də hazırlayın. Hazırlayıb yeyən hər kəsə nuş olsun. Videonu bəyənib rəy yazmağı unutmayın. İzlədiyiniz üçün təşəkkür ederim.